Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov ikibaşlı proqramında qonaq olub. Verilişdə Lalə Məmmədovadan Elza Seyidcahanla yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz deyə soruşublar. O cavabında Elza ilə Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar deyə bildirib. Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə Elza Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb. Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən xırdac verilişlər olur ki, Elza xanımı lağa qoyurlar. Bu mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O adi bir insan deyil.